Evli kişilərlə gəzən qızlar həyatın nəbzini tutmuş feministlərə çevrilir. Yol hərəkəti qaydalarına naz eləyə maşın sürülür. Sən də ev qadınından evinin nökərliyinə qədər düşürsən. Ananın, nənənin ailə məsləhətləri də bir işə yaramır. Onlar da döyülür, onlara da xəyanət olunur. Amma dözüblər. Sonra görürsən ki, qonşuluqda, boyda damaqda hər qadının lüğətində ailə sözünün mənası dözmək deyə yazılır. Susursan, nailacı. Səni öz həqiqətlərinə elə həbs edirlər ki, getməyə min səbəbin varkən, qalmaq üçün bəhanələri də özün uydurursan. Axı, övladlarım var deyib, evindəki kişiyə ər kimi yox, sadəcə ataymış kimi qulluq edirsən. Axşam düşür, hamı evdədir. Uşaqlar, ataları, anaları. Bir sən yoxsan. Qadın olmağı unutduqca yox olmağa başlayırsan. Bu məmləkətdə ailə olmaq üçün qadın olaraq ölməyə imza atırıq biz. Amma bu elə bir ölməkdir ki, nə anamız ağlayır, nə də öldürənim tutulur.